Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində belə deyim də, tekstilində, yəni Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna çox yaxın bir ərazidə 2 mərtəbəli binanın 1-ci mərtəbəsində bax qarşıda gördüyünüz belə bir böyük otağı olan, bax buranın ölçüsü 5-in 6-yadır, pol taxtadır, möhkəmdir. Yenidən bax bu otağı mən sizə göstərirəm, yəni hansı vəziyyətdə olmağını sizin nəzərinizə yetirirəm. Deməli, vaxtilə kötaq olub, hal-hazırda böyük bir otaqdır. 2 qapısı var. Burası zalıdır. Zalın uzunluğu 6-nın 4-dədir. Bax, necə görürsünüz, bu cürdə video çəkilir. Yenidən zalını, bir də ki, bu deməli, 2 qapı göstərilir. Ancaq böyük bir otağın qapısıdır. Yəni, bir otağa girir, hər 2 qapı. Daxil olursan, yenidən mən sizə zalını göstərirəm. Zalın uzunluğu 6-nın 4-dədir. Sənədi çıxarışdır. Yəni asan xidmətdə alqı-satqıya gedən sənəddir. Dediyim kimi tekstilini də, yəni bildiyiniz kimi tekstilini də deməli nənəmin bu pekarnisi var. Bax, həmin əraziyə yaxın bir məsafədə yerləşir. İndi isə mən sizə yenidən belə bir artırmasını göstərirəm. Bax, bu cürdür. Demək olar ki, məhliyə maşında, bax, bura maşın daxil ola bilər. İndi isə mən sizə hamamını göstərirəm. Hamamın, bax, hamam bu cürdür. Necə görürsünüz? 1,5 tonluq su bakı var. İndi isə mətbəxinə keçirəm. Bildiyiniz kimi, yəni başqa regionlar üçün deyim ki, bura şəhərdir. Yəni ətrafdan çoxlu sayda marşrutlar işlər. Burası mətbəxidir. Bax, bu cürdür. Mən bildiyimə görə mətbəx mebeli evdə qalır. Bax, burada da poldur. Qiymətin 65.000 manatdır. Ancaq onda deyim ki, qiymətində mən bildiyimə görə normal razılaşma olmalıdır. Yenidən, bax, bu deməli navesin alt hissəsində demək mümkündür. Eyni zamanda böyük bir zaldır. Yaxınlıqda 34 nömrəli orta məktəb, bu tərəfdən 43 nömrəli orta məktəb yerləşir. Asan xidmətinə yaxın bir ərazidir. Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna çox yaxın bir ərazidə yerləşir. Bax, belə sizlərə uğurlar.